yenidən bağlanırıq gözləmə otağına və növbəti iştirakçımız xanım xanəndəmiz olacaq. Mümtaz, buyurun, söz sizdə. Təşəkkür edirik Xədicə. Bəli, Rəna gələcək az sonra səhnəyə və sizin də qeyd elədiyiniz kimi 4-cü gün həyəcanlı gündür. Çünki ən az bal toplayan iştirakçı bugün müsabiqədəki çıxışını yekunlaşdıracaq və bizlə yollarını ayıracaq. Amma Rəna deyir ki, hələ mənim üçün tezdir. Mən bu həftə yaxşı hazırlaşmışam. Odur ki, özümü də yaxşı tərəfdən göstərəcəm. Axşamınız xeyir olsun Rəna. Axşamınız xeyirli olsun. Mən də salamlayıram bizi izləyən bütün tamaşaçılarımızı, müsiflər heyətimizi və xalqımızı bayram münasibətilə təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət dilirəm. Qazilərimizə isə can sağlığı arzu edirəm. Bugün inşallah şikəstəyi fars təsnifi Nazlı yarım eləmək fəaliyyəcəm. Təşəkkür edirik. Uğurlar arzuluruq səhnəyə. Buyurun. Ağlar ürəyim, səs gələr, ahzar görünməz. Gözdən yaş axar, qaynağı zinhar görünməz. Rüzgar Rüzgar yenə tüğyan eləyir dalda budaqda. Toz torpağı gördük, niyə rüzgar görünməz? Ay aman ay 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 aman ay.
olursan say, könül mülkünə sən bay. Güller açılır, amma o gülzarı görünməyəz. Bəxtim mənə yar olduğunu çoxları söyləyər. Bəxtim görünür, bəs niyə dildarı görünməz? Ay 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 ay. Nazlı yarım eyleme, bağrımı kan eyleme. Nazlı yarım eyleme, bağrımı kan eyleme. Sen benim sevmezsen bana özge hayal eyleme. Sen beni sevmezsen bana özge hayal eyleme. Özüne bak oğlanı, sözüne bak oğlanı. Aşıkına rəhm elə bana, vəfalı ol eşqinə. Aşıkına rəhm elə bana, vəfalı ol eşqinə. Sen benim özgürüm, ay benim şirin dilim. Ay, sen benim özgürüm, ay benim şirin dilim. Bağçamızda gözlerim seni, benim şeyda bülbülüm. Bağçamızda gözlerim seni, benim şeyda bülbülüm. Özüne bak oğlanı, sözüne bak oğlanı. Aşıkına rəhm elə bana, vəfalı ol eşqinə. 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 Rəna Mehralıyevanı dinlədik. Bu alqışlara görə təşəkkürlər. Bəllidir ki, siz çox bəyəndiniz. Görək bizim dəyərli münsiflər heyətə nə deyəcək. Vamiq müəllim, necə oxudu qızımız? Ən həmişə Rəniyə İrana deyirəm. Bildirəm. Çünki sizdə- Elə biz də artıq o gündən ona İrana deyirik. İrana. Sizin yerdə elə deyirlər də. Yaxşı oxudun, keçən dəfəyə nisbətən çox yaxşı oxudun. Özünü istədə bilirsən. Yəni oxumağın içərisində, yəni ki, oxumağa bir var ki, hiss edirsən oxumağı. Ritmin gözəl, sonraki zəngilələrin var. Məsələn, bu çoxsuların şikəstə yaparsa, iki ayaqla ayaq eləməli. Bir dənə ayaq elədi, o yaxşıdır. Bəziləri, məsələn, şurun şikəstə yaparsında bir başqa ayaq var, səma şəmsə düşmək üçün. Bayatı Qacarda bir başqa cür ayaqdır. Orta mahurda bir baş. Görürsünüz, bizim eyni şikəstə yaparsında cürbəcə ayaqlar var orada. Onun ayağı yaxşı elədin. Axırda da səsini görsətdin. Yəni ki, səsim var. Səyyida aləmdə səsim var. Belə bir qəzəl var. Yaxşı oxudun. Yəni ki, mən sənin bugünkü qiymətin 9 bal. Təşəkkür edirik. Səkinə xanım, siz necə bəyəndiniz qızımızın ifasını? Ötən həftələrə baxanda bugün Rəna daha belə deyək də məsuliyyətlə ifa elədi. Yəni biraz istəyirəm ki,
dəyişsinlər. Ümumiyyətlə, bütün ifaçılarımıza aiddir. Eyni muğamlardan istifadə edirlər. Eyni muğamlar, dilkəş, şikəstə fars, seygah. Yəni, bu belə bir muğamın arasında qalıblar. Mən istəyərdim ki, fərqli-fərqli əlbəttə ki, ifalar olsun. Fərqli-fərqli muğamlarda özünüzün potensialını ortaya qoya biləsiniz, göstərə biləsiniz. Da nə zaman göstərəcək? 7-ci həftədir də bir şey qalmayıb Rəna. Amma fərq var, yəni bugünkü ifanda fərq var. Yəni belə bir qeyri-adi bir şey yoxdur dedim ki, sən bunu doğrudan da belə mükəmməl bir şey elədin. Təbii ki, şikəstə fars oxudun və bir ağız da orada əraq elədin. Xanəndən əlbəttə ki, gücü, potensialı onda görsənir ki, o muğamda o nəfəsləri 2 dəfə, 3 dəfə. İndi inşallah ki, sonraki həftələrimizdə genişlənəcək bizim muğamlarımız biraz geniş oxunacaq, onda görsənəcək. Amma bugün nisbətən pis deyildi. Yəni, sənin qiyməti bugün 9 bal verəcəm. 9 bal. Təşəkkür edirik. Mənsum müəllim, siz necə dəyərləndirdiniz? 9 bal, şərhsiz. Nəzakət xanım? 9 bal, şərhsiz. Sərdar müəllim? 9 bal, şərhsiz və İlqar müəllim. Bir məqamat oxunmaq istəyirdim şeirlə bağlı. Bizdə adətən qəzəllərdə bilirik də, qəzəlin qaydasıdır ki, sonunda şairin təxəllüsü işlənsin də, yəni son beytində. Amma bu qəzəldə ilk baxışdan yoxdur. Niyə? Deyir, bəxtim mənə yar olduğunu çoxları söylər, bəxtim görünür, bəs niyə dildarı görünməz? Bəxtiyar adı çəkilmir. Amma Bəxtiyar Vahabzadə burada maraqlı bir priyom edib ki, o çox nadir şairlərin şeirlərində var və bəlkə də elə bir dənədir, bilmirəm, mənim çox yadıma gəlmir. Öz təxəllüsünü, adını 2 yerə bölüb işlədib son beytdə. Bəxtin mənə yar olduğunu, bəxti və yarı ayrı işlədib o şeirin içində. Bəxtin mənə yar olduğunu çoxları söylər və bu da şairin o maraqlı bədii tapıntısıdır ki, öz təxəllüsünü bütöv halda yox, fraqment halda işlədib. Bir də qəzəlin tələffüsünü yenə təkrar edirəm, bayaq dediyim sözün üstünə gəlirəm. Qabaqda çətin həftələr var. Ki, Seyd Əzim, Füzuli, Nəsimi oxunacaq və bunların şeirləri qat-qat çətin olacaq. Siz sadə Azərbaycan dilində yazılan şeirləri normal, belə düzgün şəkildə tələffüz edib çatdıra bilmirsiniz. Sözlərin çoxsunun axırında samitləri yeyirdin. Samitlər yeyiləndə də sözün sonu bilinmir ki, bu nə demək istəyir, nədir fikrin. Sonra ağzında elə bir çeyniyə-çeyniyə sözləri öldürürsən. Biz elə Səkinə xanımla söhbət edirdik ki, o başa düşülmür də, yəni nə deyilir. Gələn həftələrdə sözlərin üstündə ayrı işdə. Kəlmə-kəlmə çalışın çatdırasınız, hiss eləyəsiniz sözləri. Yəni, başqa variantı yoxdur, çünki sən bu sənətə gəlmirsənsə, həyatı buna həsr edirsənsə, ömrümün sonuna qədər sən deməli qəzəllə, qoşma ilə, gəraylı ilə işləməlisən və bunu da çatdırmalısan. Çalışın, işləyin, görək gələn həftəyə bir nəticə olacaq. 8 balla dəyərləndirdiniz və görək İrəna qızımızın balı nə qədər olacaq? 53 bal. Təbrik edirik yenə də və alqışlarla sizi yola salırıq gözləmə otağına.